Salam, hər kəs salamlayıram. Kim test topusundan alqoritm mövzusunun 75-ci sualına kimi izahları paylaşılmışdı. Bu gün isə 75-dən sonraki sualların izahına baxacağıq. Gələk 76-cı sualımıza baxaq. İlk sualımıza deməli bizdən nə istəyir? N-in ilk qiyməti 6 olarsa alqoritmin icrası nəticəsində B dəyişəninin son qiymətini müəyyən edək. Deməli bizdən B-nin qiymətini istəyir və N-ə də ilk olaraq 6 mənimsədilmişdir. A bərabərdir 1, B bərabərdir 1-ə. A nə qədər ki N-dən kiçikdir, bizim dövrün gövdəsi icra olunacaq. Və biz dövrdə nə zaman çıxacaq? Baxaq ki, A böyük bərabərdir n olarsa, bu zaman dövrdən çıxarıq, yəni yox qoluna gəlib, B-nin son qiymətini çap edərik. Baxıram ki, E-nin qiyməti 6-dır. Deməli, A 6 olarsa, yəni deyərəm 6, 6-dan kiçikdir, yox deyərəm və dövrdən çıxarım. Buna görə də baxıram ki, deməli, hər dəfə də B-ni vurur A-nın qiymətinə və A qiymət alır ta ki 6-ya qədər. Artıq A-nın qiyməti 6 olarsa dövrdən çıxar. Deməli, B bərabərdir. Hər dəfə B-nin qiyməti də 1-ə bərabərdir. A-nın 2, 3, 4 və 5 qiymətinə vurularaq sonda B-nin qiymətini çap edir. Deməli, 1-dən 5-ə qədər burada faktorial hesablayır. Yenə də addım-addım yazaq. Yəni, B bərabərdir 1-ə. A-nın 1 qiymətinə vurur, daha sonra 2 qiymətinə, 3 qiymətinə, 4-ə və sonda 5 qiymətinə vurur. Və sonda baxırıq, A-nın qiyməti 6 olur. 6 6-dan kiçikdir, yox deyirik, dövrdən çıxırıq. Bu da 120 qiymətini çap etmiş olur. Mən 76-cı sorumuza baxaq. E, 76-cı sualımızda nə deyir? Deməli, 77 daha doğrusu. Deməli deyir, əgər A bərabərdir 5, B bərabər 4 olarsa, aşağıdakı alqoritm icrası nəticəsində Y-in qiymətini bizdən istəyir. A-nın qiyməti 5, B-nin qiyməti 4-dür. A, B-yə, yəni 5, 4-ə bərabər deyirik, yox. Bu zaman bu qol icra olunmuş. Yəni, nə zaman ki, bu şərtlərin hansı doğru olarsa, o zaman həmin şərtə aid qol icra olunacaq. Deməli, A-nın qiyməti 5-dir, B-nin qiyməti 4-dür. 4 5-dən böyükdür, deyirik, yox. Bu dövrdə və sonda, deməli, son şərtimizə gəlirik. 5 4-dən böyükdür, hər qoluna icra edirik və bu zaman Y bərabərdir, A çıxılsın B, yəni 5 çıxılsın 4, bu da bərabərdir 1-i çap etmiş olur. 77-də cavabımız 1 olur. Deməli, 78-ci sualımıza baxaq. 78-də x dəyişəni sonda 15 alır. Bizdən Y-in, yəni bax, Y-in buradakı, yəni ilk olaraq Y-in qiymətini istəyir. Əgər x burada 15 alıbsa, deməli, buradakı x-imiz 7-dir. Yəni, 7-nin üzərinə 8 gələrək biz 15 ala bilərik. Buradakı x, buradakı x-dir. Bu 7-ni isə 4-ün üzərinə 3 gələrək mən 7-ni ala bilərəm. Buradakı x həmin buradakı x-dir. Deməli, burada 8 imiş ki, 8-i 2-yə bölüb alıb 4. Və burada da 8 imiş x-imiz. Çünki bu x bura gəlir. Yəni, buradakı x, buradakı x-dir. X əgər 8 alırsa ilk olaraq, deməli, y bərabərdir, 3 olmuş olur. 78-ci sualımızın cavabı 3-dür. Yəni, y-in ilk qiyməti 3-ə bərabər olmuş olur. 79-cu sualımıza baxaq. Deməli, əgər x bərabərdir 2, y bərabər 4 olarsa, aşağıdakı alqoritm icrası nəticəsində y-in qiyməti neçə olar? Deməli, x2, y isə 4-dür. A bərabərdir x-in qiymətinə. X də bərabərdir y-in qiymətinə 4-də. Deməli, y bərabərdir A-nın qiymətinə. Bizdən də y-in qiymətini soruşduğuna görə cavabımız 2-dir. Deməli, Deməli, 80-ci sualımıza baxaq.
X bərabərdir 7, y bərabər 4 olarsa aşağıdakı alqoritm icrası nəticəsində S-in qiymətini müəyyən edək. Bu da Klanın alqoritminə aiddir. Deməli, X 7, Y isə 4-dür. 4 7-dən böyükdür, yox qoluna gəlir. O zaman S bərabərdir X, yəni 7 plus 4 də bərabərdir 11-ə çap etmiş olur. Deməli, 81-ci sualımıza baxaq. A bərabər 4, B bərabər 4 olarsa, alqoritm nəticəsini bizdən istəyir. A-mız 4-dür, B də bərabər 4-də. 4 4-dən böyükdür, yox. O zaman biz 4-ü 4-ə vurub 16-nı çap etmiş oluruq. Gəlsən ikinci sualımıza baxaq. Deməli, burada iki şərtdən ibarət olaraq bu da Klanın alqoritmidir. A bərabərdir 2, B bərabərdir 3, C bərabərdir 4-ə. Da qeyd edək. B bərabərdir 3, C də bərabərdir 4-ə. 2 3-dən böyükdür deyirik, yox. O zaman X-ə B-nin qiymətini, yəni X bərabərdir 3 olmuş olur. Yəni X-ə B-nin qiymətini mənimsəlir. Və gəlirik, burada da yeni bir şərt çıxır qarşımıza. Deyir X, yəni 3 C-nin qiymətindən 4-dən böyükdür deyirik, yox. Deyir o zaman X bərabərdir C-yə, yəni X-in qiymətini, X-ə C-nin qiymətini mənimsət. C-nin də qiyməti 4-ə bərabər olmuş olur. 82-ci sualımızın cavabı 4. Deməli. E, 83-dən bizdən görək nə istəyir? M dəyişəninin qiymətini müəyyən etməyimizi istəyir. S bərabərdir 6, M də bərabərdir 1-ə. M-in qiyməti 1-dir. 1 böyük bərabərdir S-dən, yəni 6-dan deyirik, yox. Nə zaman ki, yəni hər qoluna gələcəyik, ona qədər, yəni yox qol davam edincək, biz bu gövdəni yerinə yetirməliyik. Deməli, M bərabərdir 1 plus 2, 3, S də bərabərdir 7-yə. Və hər dəfə gedirik, dövrün gövdəsini yenidən şərt blokunu yoxlayırıq. M 3 böyükdür 7-dən, deyirik, yox. M bərabərdir 3 plus 2, buradan alıram 5, S də bərabərdir 8-ə. Hər dəfə S-i bir vahid artırırıq. Deməli, M 5 böyük bərabərdir 8-dən, deyirik, yox. Və M bərabərdir 5 plus 2, buradan alıram 7, S də bərabərdir 9-a. 7 böyük bərabərdir 8-dən, yenidən yox. M bərabərdir 9, S də bərabərdir 10-a. 9 böyükdür S-dən, yox deyirik və M burada alır 11, S də alır 11. 11 11-dən böyük bərabərdir deyirik, hə. Çünki artıq biz yox qoluna, yox hər qoluna getmək məcburiyyətindəyik. Burada S-ə də 11 almışıq, M-ə də 11 almışıq. Və burada sonda hər qoluna gələrək S-i M-ə vurur. Yəni 11 11-ə vurur. Bu da eləyir 121. 121 sonda çap olmuş olur. Deməli, 84-cü sualımıza baxaq. Də dövrlərin sayını bizdən istəyir. Deməli, dövrlərin sayını istəyirsə, o zaman deməli, dövrlərin sayını istəyir. Deməli, S bərabərdir 1, I də bərabərdir 2. 2 kiçikdir. Kiçik bərabərdir 5-dən deyirəm. S bərabərdir, S-i vururuq I-yə. Yəni, deməli, 1-ə. 1-ə vururuq. Daha doğrusu 2-yə vururuq. Yəni, I-nin qiyməti 2-dir. Buradan alıram 2. I də bərabərdir 2-yə. Deməli, burada dövrümüz nə zamana qədər davam edir? I 6 alanda artıq biz dövrdən çıxırıq.
Yəni uzun uzadı yazmağa əslində ehtiyac yoxdur. Çünki i bərabərdir 5 olanda yenə biz dövrə giriş edirik. Çünki burada bərabər şərt də var. Deyirəm i böyük bərabərdir. Məsələn, i almışam 5. 5 böyük bərabərdir 5-dən deyirəm hə. Dövrə yenə giriş edirəm. Deməli, i-nin 2 qiymətində, 3 qiymətində, 4 qiymətində və 5 qiymətində mən dövrü davam etdirirəm. Bu qiymətlərdə, yəni dövrə daxil oluram, gövdəni yerinə yetirirəm və i bərabərdir artıq 6 olanda 6 5-dən kiçik bərabərdir, yox deyirəm. Artıq bu gövdəni yerinə yetirə bilmirəm. Ona görə də mən 4 dəfə dövrün gövdəsini yerinə yetirmiş oluram. Deməli, 85-ci sualımızı deməli, alqoritm icrası nəticəsində y dəyişəni 49 qiyməti almışdır. Deməli, bunları yazaq. X çıxılsın 9, x bərabərdir y plus 15 və y bərabərdir x plus y plus 4. Deməli, y1, x1, x2. Deməli, y1, y2, x2 və y1. Deməli, x2 plus y1 plus 4 bərabərdir 49-a. Buradan x2-nin qiyməti y1 sonda bizə nə istəyir? X dəyişəninin qiymətini istəyir. Deməli, x2-nin qiymətini burada yazıram. y1 plus 15 plus y1 plus 4 bərabərdir 49-a. 9-a. Buradan deməli 2y1 plus 19 bərabərdir 49. 2y1 bərabərdir. Deməli, 19-dan 49-u çıxıram. Burada 30 qalır. Y1 də bərabərdir 15-ə. Deməli, biz y-in qiymətini tapmışıq 15. Bizdən nəyin deməli qiymətini soruşur? X-in qiyməti soruşur. Burada y 15 alıbsa və x-dən 9-un çıxarıq 15 almışamsa, deməli, x-in qiyməti olur 24. X bərabərdir 24. Bizdən də ilk olaraq, yəni ilkin olaraq x-in ilk qiymətini soruşur və y2-in isə son qiymətini 49 olaraq vermişdir. Bizim tapdığımız, yəni burada tapdığımız 15 y2-in qiymətidir. Deməli. 86-cı sualımıza baxaq. 86-cı sualımızda bizdən deməli, S dəyişəninin qiymətini istəyir. Əvvəlcə şərtə baxmalıyıq, görək bizdən hansısa bir dəyişənin qiymətini istəyir, yoxsa dövrlərin sayını istəyir. Bəzən olur ki, dövrlərin sayını istəyir, biz sonda qiyməti hesablayıb tapırıq. Yəni, səhvənin qiyməti cavab olaraq götürürük. Deməli, n bərabərdir 10, n bərabərdir 20, s də bərabərdir 0-a. Deməli, nə zaman ki n böyük bərabərdir, deməli, böyük bərabərdir, yəni n böyük bərabərdir, m olarsa biz dövrdən çıxarıq. Biz bu hər qolunda, yəni nə zaman ki n kiçikdir m-dən, o zaman dövrün gövdəsi yerinə yetirilir. Deməli, s bərabərdir, s-in üzərinə n gəlirəm, n-in qiyməti 10-la bərabərdir. Və n bərabərdir, hər dəfə deməli, n-i 3 vahid artırıram. Buradan alıram 13. 13 m-dən kiçikdir, deyirəm, hə. Və yenidən gövdəni yerinə yetirirəm. S bərabərdir. Deməli, S-in qiyməti 10 idi. 10 plus 13. Buradan alırıq 23. M bərabərdir 16. 16. 16 kiçik 20-dən. Hə, S bərabərdir 23 plus 16. N də bərabərdir 19. N-in əslində sonuncu qiyməti burada görərik ki, yəni deməli,
19 22 olur. 22 olana qədər artıq 22 olduqdan sonra biz dövrdən çıxacağıq. Və deməli 19 kiçik 20-dən deyirəm hə, s bərabərdir. Deməli burada 39 plus 19 və n bərabərdir sonda 22 olur. 22 20-dən kiçikdir deyirəm yox. Və s-in sonuncu qiyməti, burada hesabladıq, sonuncu qiyməti hesablanmış olur. Deməli 39 buradan alıram 8, bu da alır 58. Deməli 86-cı sualımızın cavabı 86-cı sualımızın cavabı dəqiq. 86-cı sualımızın cavabı 58 olmuş olur. 87-ci sualımıza baxaq. S dəyişəninin hansı qiyməti çap olunacaq? Deməli, bir kəsək götürək. Burada yer az olacaq. Hə. Deməli, A bərabərdir 7, B bərabərdir 25-ə. Deməli, A bərabərdir 7, B də bərabərdir 25-ə. S bərabərdir 0-a. S-in qiyməti 0-a bərabərdir və S-i 100 ilə müqayisə edir. S böyük bərabərdir 100 şərti ödəyərsə biz dövrdən çıxarıq və S-in son qiymətini çap etmiş oluruq. Deməli, burada S alır, birinci A-nın qiymətini mənimsəyirik. S bərabərdir. Deməli, S plus A-nın qiymətini, yəni 7-yə. Və A bərabərdir, hər dəfə A-nın üzərinə B-nin qiymətini gəlir. 7 plus 25. Buradan 32. S-in qiyməti 7-dir. 7 kiçik 100-dən deyirəm həmin. S bərabərdir. 32 plus 7. 39. Deməli, A bərabərdir. A-nın qiyməti 32 plus yenə B-nin qiyməti. B-nin qiyməti dəyişməz olaraq qalır. Sadəcə olaraq A-nın qiymətini dəyişirik. Buradan 57 alıram. Və S-in qiymətini yeni müqayisə edirəm. S-in qiyməti 39-a bərabərdir. 39 kiçik 100-dən deyirəm hə. S bərabərdir 39 plus 57. Deməli 6 buradan alıram 96-ya. A da bərabərdir 57 plus 25-ə. 82-yə. 96 kiçikdir 100-dən deyirəm hə. Və S bərabərdir 96 plus 82. Buradan da alıram 8. Deməli 178. 87-ci sualımızın cavabı 178-ə bərabər olmuş olur. Hani, sonuncu 87-ci sualımız izah olundu. Baxaq 88-ci sualımıza baxaq. Deməli, 88-ci sualımızda bizdən nə istəyir? S dəyişənin yeni qiymətini istəyir. Və n, nə qədər ki n-im 10-a bərabərdir. N, deməli, böyük bərabərdir. 30 olarsa, dövrün qiymətini artıq biz dövrə giriş etməliyik. Yəni, buradan artıq yox qoluna gəlib, S-in qiymətini n-lə cəmləyib çıxışa verərik. Və n-ə burada addım-addım da getmək olar. Amma baxırıq ki, daha qısa yolla da getmək mümkündür. Deməli, n-in qiyməti nədir burada? 10-dur. 10 və hər dəfə 10 kiçik bərabərdir. 30 deməli deyirəm və dövrə giriş edirəm. Lakin burada bu cür də yanaşmaq olar. Yəni, n bərabərdir. N-in qiyməti deməli, n-in qiyməti nədir burada? 10. 10 plus 5k, yəni bilmirəm neçə dəfə 5 gəlirəm. Yəni, qısa yolla getmək üçün bu üsuldan istifadə edirəm. Neçə dəfə 5 gəlirəm və sonda 30-dan böyük bərabərdir şərtini ödəyərsə, mən dövrdən deməli çıxaram. Deməli, burada bu cür yanaşmaq olar. Yəni, 20-ni bölərəm 5-ə. Deməli, n-i alaram 4. Yəni, 4 dəfə dövr eləyərəm. 4 dəfə dövr eləyərəmsə əgər,
in nə alar? In alar, birinci 10 qiymətini alar, 15-i alar, 20-ni alar, 25-i alar. 25-i alıb, yenidən yəni dövrə giriş eləyər. Deməli, n artı 30-u alanda artıq buradan çıxır, yəni yox qoluna gəlir. Çünki deyirəm 30 30-dan kiçik bərabərdir, deyir yox. Və bu zaman dövrdən çıxaram. Deməli, S-ə nəyi mənimsədərik? S-in də qiyməti 0-a bərabərdir. 10-u, 15-i, 20-ni və 25-i. Sonda burada, bax, bura gələndə, artıq yox qoluna gələndə 30-u da cəmləmiş olaraq. Deməli, bunları cəmləyəndə 88-in sualının cavabı eləyir. Deməli, 100-ə bərabər olmuş olur. 100. 88-in sualımızın cavabı 100-dür. Yəni, addım-addım da yazmaq mümkündür, amma belə asan yolla da getmək mümkündür. Qısa yolla. Deməli, baxaq 89-un sualımıza. A bərabərdir 5-ə, A bərabərdir 5 və B bərabərdir 19-a. Nə qədər ki, A-mız kiçikdir B-dən, biz dövrün gövdəsini yerinə yetirəcəyik. A böyük bərabərdir. B şərtini ödəyərsə dövrdən çıxarıq. Yəni, biz əslində məsələni yerinə yetirməmişdən əvvəl şərtə baxmalıyıq. Şərtdə bizdən nə istəyir? Nə zaman şərtdən çıxmalıyıq? Onu da özümüz üçün qeyd eləməliyik. Deməli, və A-nın qiyməti burada 5-ə bərabərdir. A bərabərdir 5, yəni dövrün gövdəsinə giriş edirəm, 5 kiçikdir 19-dan deyirəm, hə, 5 plus 4, buradan alıram, 9, B də bərabərdir 18, hər dəfə B-dən bir vahid çıxıram və S bərabərdir, S-in qiyməti 0-a bərabərdir. Deməli, 2-ni vururam A-nın qiymətinə, A-nın son qiyməti 9-dur. Buradan alıram, deməli, 2-ni vururam 9-a 18. A-nın qiyməti 9, B-nin qiyməti 18-dir. 9 kiçikdir B-dən, deyirəm, hə. Və A bərabərdir 9 plus, deməli, 4. Buradan alıram 13. B də bərabərdir, B-nin qiyməti 18-dir, 18-dən birini çıxıram, alıram 17. S bərabərdir, S-in qiyməti, sonuncu qiyməti 18 idi. 18 plus, A-nın qiyməti 13-ü vururam 2-yə, buradan alıram 26. Üzr istəyirəm. Deməli, 18-in üzərinə 26 gəlirəm. Buradan alıram, deməli, 44. Və A-nın qiyməti 13-dür. 13 B-dən, yəni 17-dən kiçikdir, deyirəm, hə. A bərabərdir, 13-ün üzərinə gəlirəm. 4 alıram, 17. B də bərabərdir, bu da 16 alır. Və S bərabərdir. S-in qiyməti 44-dür. 44-ün üzərinə gəlirəm, deməli, A-nın qiyməti nə oldu? 17. 17-ni vururam 2-yə, buradan alıram 34. 34, burada 7, burada da 7. Deməli, S-in son qiyməti 77 olmuş olur. Və A-nın qiyməti 17, B-nin qiyməti 16-dır. 17, 16-dan kiçikdir, deyirəm, yox. O zaman S-in son qiymətini çap etmiş olur. Deməli, 89-un sualının cavabı 78-dir əslində. Harada səhv elədik? Dəqiqə. Deməli, A bərabərdir 5. A bərabərdir 5. B də bərabərdir 19. Deməli, A-nın 9 qiymətini S-ə cəmlətmişdik. Yəni, bir də yenidən başına gəlmək istəmirəm. A-nın 9 qiyməti, burada yazaq. A-nın 9 qiyməti, deməli, A-nın 13 qiyməti, bir də A-nın 17 qiymətini biz 2-yə vuraraq cəmləmişdik. Deməli, S bərabərdir. A-nın 9 qiymətini 2-yə vurdum, 18. Deməli, 13-ü vurdum 2-yə, 26. 17-ni də vurdum 2-yə, burada da aldım 34. Deməli, 38-in üzərinə 26 gəldim. 26 üzərinə gələrəm. Deməli, 18-in üzərinə gəlirəm 26. Üzərinə gəlirəm 34. Buradan alıram 78. Mexaniki səhv olmuşdur.
Deməli, 78 olmuşdu cavabımız. 90-cı sualımıza baxaq. Deməli, blok sxemə aiddir. Baxaq buna. 90-da bizdən nə istəyir? Deyir ki, blok sxemi qurulan zaman ən azı neçə şərt blokundan istifadə edilir? Deməli, burada belə bir şərt bloku çəkək. X və şərt qeyd eləyək. X böyükdürsə 5-dən. Burada həll qolu. Bura isə yox qolu olsun. 3 dənə şərt olduğuna görə birini də hökmən çəkməliyik. Və x kiçikdir 1-dən. Burada da həll qolu, burada da yox qolu olsun. İndi baxaq. Əgər x deməli, hə olarsa x-in kvadratı plus a. Əslində bu, yəni həll qoluna nə yazıldığı önəmli deyil, sadəcə olaraq qeyd edirəm. Deməli, əgər x, çünki bizdən ən az neçə şərt blokundan, yəni bu şərt blokunun neçə dəfə istifadə olunduğunu soruşur. Əgər x 5-dən böyükdürsə, bax, x olar, x qiyməti 6 olar, 7 olar, 8 olar, 9 olar, 10 olar, müsbət sonsuzluğa qədər bütün ədəd oğu boyunca ödəyər. Əgər x 5-dən böyükdürsə. Yəni 5-dən böyük ədədlər ödəyər. 6, 7, 8, 9, 10 və müsbət sonsuzluğa qədər. Yox, əgər x 5-dən kiçikdirsə və yaxud bərabər olarsa, çünki burada x böyükdür şərti var. Deməli, əlimizdə nə qalır bizim? 5 qalır, 4 qalır, 3, 2, 1, 0 və mənfi sonsuzluğa qədər bütün ədədlər. Baxıram, x kiçikdir 1-dən. X əgər kiçikdirsə 1-dən, o zaman nə olur? X mənfi 1 ola bilər, daha doğrusu 0 ola bilər, mənfi 1 ola bilər və mənfi sonsuzluğa qədər bütün ədədlər ödəyə bilər. Deməli, bizim əlimizdə nə qaldı? Bizim əlimizdə qalır, deməli, bunun şərtini yazın 3, kvadrat üzərinə yazın 3a. Bizim əlimizdə qalır hansı ədədlər? 5 qalır, 4, 3, 2 və 1 qalır. Baxıram ki, bu şərtdə nə var? Əgər bu şərti ödəyərsə buradakı ədədlər, o zaman mən 3-cü şərt blokunu çəkməyə ehtiyac qalmaz. Çünki qalan ədədlərdə mən yox qoluna yaza bilərəm. Baxıram ki, şərt blokunda nə qeyd olunub? Deyir ki, deməli, x böyükdür 1-dən və kiçik bərabərdir 5-dən. X böyükdürsə 1-dən, x 2 ola bilər, 3 olar, 4 olar və kiçik bərabərdir 5-dən. Deməli, 5-in özü də olar. Baxıram ki, yox qoluna bunları yaza bilərəm. Amma mənim əlimdə qalır 1. Bəs o 1-i hara yazım? Ona görə də mən əlavə bir dənə də şərt bloku çəkməliyəm. Bir dənə də şərt bloku çəkməliyəm. Çünki indi mahiyyətini başa düşəcəyik. Deməli, x deyirəm. Deməli, x kiçikdir 1-dən və kiçik bərabərdir 5-dən. Hər qoluna yazaram nəyi? 2-ni yazaram, 3-ü yazaram, 4-ü yazaram, 5-i yazaram. Və hər qolunda da gəlirəm yazaram x üstündə 4 plus 2a. Yox qoluna da yazaram. Deməli, əgər bunların heç biri ödənmirsə, yəni x 5-dən kiçik bərabər və yaxud 1-dən, bura yazdığım 1-dir. 1-dən böyük deyilsə, deməli, x-in qiyməti nədir? 1. Deməli, bunun yox qoluna da mən 1-i yazmış olurum. Yəni, hökmən 3 dənə blokdan istifadə etmiş oldum. Ümid edirəm ki, aydın oldu. Deməli, gələk.
91-ci sualımızda cavab 3 şərt blokundan istifadə etmiş olduq. Deməli, 91-ci sualımıza baxaq. Deyir ki, ən azı neçə şərt blokundan istifadə etməliyik? Burada da bir şərt blokundan istifadə edək. Deməli, x bərabərdir. Yəni, hər hansı bir x x dəyişəni elan etmişəm və x-in hansı qiymətə mənsub olduğunu bilmirik hələ. Yəni, dəyərinin nə olduğunu bilmirik. X böyükdür 10-dan. Əgər x böyükdürsə 10-dan, burada hər qoluna gəlirəm. X 10-dan böyükdürsə x 11 ola bilər, 12 olar, 13, 14, müsbət sonsuzluğa qədər bütün ədədlər ödəmiş olur. Burada da x-in kubu, əgər x böyükdürsə bu icra olunacaq. Deməli, yox qolunda da bir dənə də şərt bloku çəkirəm. Yəni, üçüncü şərt blokunu çəkmək üçün əvvəlcə bu iki şərt bloklarını hökmən yazmalıyım. Deməli, x kiçikdir birdən. Burada da hər qoluna yazaram. Deməli, əgər x kiçikdirsə birdən, x 0 ola bilər, -1 ola bilər və mənfi sonsuzluğa qədər bütün ədədlər ölür. Və baxıram ki, əvvəlcə buna baxam. Yəni, x 11, 12, 13, 14, 15 və müsbət sonsuzluq olarsa, mənim yox qolumda nə qalır? 10 qalır, 9 qalır, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0 və mənfi sonsuzluq. X əgər birdən kiçikdirsə, bu şərt bloku, bax, bu şərt deməli, blokunda. Baxıram ki, x-im əgər birdən kiçikdirsə, deməli, x nə ola bilər? X 0 olar, -1 olar və mənfi sonsuzluğa qədər bütün ədədlər ödəyir. Və hər qolunda da yazaram x üstündə 4 plus 7-yə. Baxıram yox qoluna. Yox qolunda bu ədədlər hamısı ödəyirsə, mən əlavə şərt bloku çəkmirəm. Nəyə görə? Çünki əgər bilirik ki, yəni alqoritmdə hər qolu və yox qolu var. Hər qolunda ödənilərsə bu ədədlər yazılacaq burada. Və yox qolunda da bu ədədlər qalmışdı və -1, 0, mənfi sonsuzluğa qədər. Gəlirəm, burada da bir dənə şərt bloku var. Bu şərt blokunda hər qoluna, əgər hər qolu ödənilərsə bunlar yazılır. Yox, əgər hər qol ödənməzsə, yox qoluna da hökmən bunlar yazılmalıdır. İndi baxıram görüm. Bu bütün ədədlər həmin bu şərt blokumuzun yox qolunun hər birinə ödəyirsə, mən əlavə şərt bloku çəkməyim. Deməli, baxıram ki, buradan 1 kiçik bərabərdir 1-dən. Və burada 0-la, deməli, 0-la -1-i yazmışam. Mənim əlimdə qalan bu ədədlərdir, 1-dən 10-a qədər. Baxıram ki, burada x deyir, böyük bərabərdir 1-dən. Və x də kiçik bərabərdir 10-dan. Deməli, böyük bərabərdir 1-dən, yəni şərtimiz bundan ibarətdir. Əgər x böyük bərabərdirsə 1-dən və kiçik bərabərdirsə 10-dan, onda x-imiz hansı ədədləri ödəyir? 1-dən böyük bərabərdirsə 1 ödəyə bilər də. 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı, 7-ni, 8-i, 9-u və 10-u. Və həmçinin deyir ki, 10-dan kiçik bərabərdir. Ya kiçikdir, ya da bərabərdir. Deməli, 10 da ödəyir. Deməli, mən yox qoluna hansı ədədləri yaza bilərəm? Əlimdə qalan bütün ədədləri yox qoluna yaza bilərəm. Deməli, mənim əlavə şərt bloku çəkməyə ehtiyacım yoxdur. Burada da cavabımız 2 olmuş oldu. Deməli, 91-ci sualımıza baxaq. Daha doğrusu 91-i işlədik, 92-ci sualımıza baxaq. 92-də nə deyir bizə? Blok sxemin təsviri zamanı yerinə yetirilmiş dövrlərin sayını müəyyən edilir. Deməli, bizə burada yəni cavabı istəmir. Bizə dövrlərin sayını soruşur bizdən. Deməli, i bərabərdir 10-a, j də bərabərdir 4-ə, b də bərabərdir 256-ya. Əslində, bizə burada b-nin sonda nə alacağı maraqlı deyil. Sadəcə olaraq neçə dəfə dövr eləyib bu b-ni 2-yə bölür. Bu maraqlıdır. Yəni, neçə dəfə dövr eləyir. Baxıram ki, i
nə zaman ki 43-dən kiçik bərabərdir, dövrümüzün şərt yoxlanır və gövdə yerinə yetirilir. Deməli, i nə zaman yox deyər? Yəni, i nə zaman yoxlanıb yox deyər? I böyükdür 43 şərtini ödəyərsə və mən yox deyib dövrdən çıxarım. Və burada əslində j-nin bir mənası yoxdur. Yəni, deməli var əslində, amma sadəcə dövrlərdə yoxdur. Yəni, çünki burada biz j-yə yox desək, əslində yoxdur, yox. Burada mənası yoxdur, çünki j-yə burada heç bir müdaxilə etmirik. Yəni, burada j-ni artırıb azaltmırıq. Və hər dəfə də burada həll qoluna gəlirik. Məsələ nədən ibarətdir? Məsələ gövdənin icra olunmasından ibarətdir. Yəni, bu j-nin bir mənası yoxdur burada. Və i-ni hər dəfə 2 dəfə artırırıq. i-nin qiyməti də 10-dur. Amma neçə dəfə, yəni 2 vahidi artırırıq, daha doğrusu 2 vahidi artırırıq və b-ni də 2 dəfə azaldırıq. Neçə dəfə 2 vahidi artırırıq i-ni? Ya bunu addım-addım yazarıq, yəni ta ki 43-ə qədər, 44-ə qədər yazarıq. Ya da ki, biz dövrlərin sayını tapmaq üçün ən qısa yoldan istifadə edirik. Deməli, i-nin qiyməti 10-dur. Onun üzərinə gəlirəm 2. Amma neçə dəfə 2 bilmirəm. Bunu bir k-la işarə edirəm. 2k deyirəm və böyükdür 43 şərti ödənərsə, biz dövrdən çıxarıq və yoxa gələrik. Yoxa gəldikdən sonra artıq dövrün gövdəsi icra olunur və bizdə də gövdənin neçə dəfə icra olunduğunu soruşur. Deməli, 2x, daha doğrusu 2k böyükdür 33-dən deməli, 2k böyükdür 33-dən. 33-ü bölərəm 2, alaram 16 tam neçə? Və deməli, k böyükdür 16 tamsa neçə? Məsələn, k da bərabərdir burada 17-yə. Deməli, mənim dövrüm, yəni gövdəni neçə dəfə yerinə yetirmişəm? 17 dəfə yerinə yetirmiş oldum. Burada da mənə dövrlərin sayını soruşur. Deməli, 17 dəfə icra etmiş oldum. Gələk 92-ci sualımıza. 93-də. 92 yerinə yetirdik, 93-ə baxaq. Deməli, burada da dövrlərin sayını soruşur, ümumi olaraq sayını soruşur. Çünki burada bir şərt bloku var, burada da bir şərt bloku var. 2 şərt blokundan istifadə edilir və hər birini ayrı-ayrı tapmalıyıq dövrlərin sayını. i kiçik bərabərdir 50 şərtini ödəyərsə, biz həll qoluna gələrik. Deməli, i böyükdür 50 şərtini ödəyəndə dövrdən çıxarıq və digər şərt blokuna müraciət etmiş olur. Əvvəlcə buranın, yəni birinci dövrün gövdələrinin sayını tapaq, yəni neçə dəfə dövr etdiyimizin sayını tapaq, daha sonra ikincini taparıq. Deməli, burada i ilə müqayisə edir və i-ni hər dəfə 3 vahid artırır və i-nin ilk qiyməti də 7-dir. Yenə dövrün sayını tapmaq üçün mən i-nin üzərinə gələrəm. Hər dəfə neçə dəfə 3 gəldiyimi bilmirəm. 3k gələrəm. Deməli, böyükdür 50-dən. Deməli, 3k böyükdür 43-dən. 3k, bir dəqiqə. K bərabər. Deməli, k da böyükdür. 14 tamsa bizdə tam və kəsrlə də alınır. Buna görə də k da bərabər olur 15-ə. Çünki deyir k böyükdür 14 tam. Məsələn, 14 tam 3-dür, 14 tam 5-dir. Belə bir ədəd alınır. Deyir k da bərabərdir. K böyükdür 14 tamdan. Yəni 14 tamın da 5-dən. K da bərabərdir 15-ə. Çünki böyükdür işarəsi var. Deməli, mənim k-m bərabər olur 15-ə. Dövrlərin sayı 15-ə bərabər olmuş olur. İndi 15-i tapdıq. Yəni 15 i-nin neçə dəfə dövr etməyindən tapdıq da, yəni bu dövrdə tapdıq. Bizə yox qoluna gəldikdə j-nin də dövrlərinin sayını istəyir bizdən.
Deməli, j bərabər neçəyə? J-nin ilk qiyməti 2-dir və j-ni də hər dəfə 4 dəfə artırırıq biz, bax. Deməli, hər dəfə daha doğrusu 4 vahid artırırıq. Və 4 vahidi artırıb yenidən 30-la müqayisə edirik. Yenə də baxıram ki, j nə zaman dövrdən çıxar? J böyükdür 30 qiymətini alarsa, dövrdən çıxmış olur. Baxıram ki, j-ni 4 dəfə artırırsa, üzərinə gələrəm 4k, yəni bilmirəm nə qədərdir. Böyükdür 30-dan. Böyükdür 30-dan. Çünki böyük şərti ödəyərsə biz dövrdən çıxarıq. Deməli, 4k böyükdür 28-dən. 4k böyükdür 28-dən. Deməli, k da böyükdür 7-dən. Deməli, k-nın qiyməti 8-ə bərabər. Yəni 8 dəfə dövr etmiş olur. Bizdə də ümumi olaraq dövrlərin sayını soruşur. 15 burada, 8 də burada. Buradan alıram 23 dəfə dövr etmiş olur. Deməli, 93-ə baxdıq. 94. Bu da 93-ün sual tipindədir. Deməli, burada da bizə dövrlərin sayını soruşur və ümumi olaraq dövrlərin sayını, j-ni və i-ni istəyir. I-nin qiyməti 11-dir, j-nin qiyməti deməli 20-yə bərabər olmuş olur. Və i nə zaman ki kiçikdir 37-dən dövrə giriş edirik. Deməli, i böyük bərabərdir 37-dən. Nəyə görə bayaqlarım kiçik, deməli, böyük yazdım, burada böyük bərabər. Çünki i burada, məsələn, gələrəm 37, deyərəm 36, kiçikdir 37-dən, deyər hə, dövrə giriş eləyərəm. Amma i 37 alarsa, məsələn, deyirəm, 37 alarsa, 37 37-dən kiçikdir, deyərəm, yox, bərabərdir. O zaman dövrdən çıxarım. Deməli, i 37-dən böyük və bərabər şərtini ödəyərsə, dövrdən çıxmış olur. Bu zaman baxıram ki, i-ni də neçə dəfə artırıram, neçə vahid artırıram? 4 vahid. Deməli, i-nin qiyməti 11-dir. Deməli, i-nin qiyməti 11-ə bərabərdirsə, 11 və 4 dəfə artırıramsa, plus 4k bilmirəm nə qədərdir, yəni neçə dəfə 4 gəldiyini bilmirəm. Böyük bərabərdir 37-yə. Deməli, buradan, yəni 37-dən çıxaram, deməli 4k, 4k böyükdür, bərabərdir. Deməli, 37-dən çıxaram 11-i. Buradan alaram 26. Böyük bərabərdir 26. 4, deməli, 26, 26-nı bölərəm 4-ə. K da böyük bərabərdir. 6,5. Əgər k böyük bərabərdir 6,5 isə, burada əlbəttə ki, tam ədədi götürəcəm. Deməli, k bərabərdir 7-yə. Deməli, mənim i ilə dövrə giriş etdiyim zaman, yəni dövrlərimin sayı 7-yə bərabər olmuş oldu. İndi j-nin qiymətini tapaq. Yəni, j ilə digər şərt blokuna baxaq. Yəni, çünki bizdə iki şərtdən istifadə olunub və hər birinin neçə dəfə dövr etdiyini baxmalıyıq. J bərabərdir 20-yə və j də böyük bərabərdir 41 şərtini ödəyərsə dövrdən çıxar. Deməli, və hər dəfə j-nin üzərinə 5 gəlirim. J-nin qiyməti 20-yə bərabərdir. Deməli, 20 plus 5k bərabərdir 41-ə. 5k bərabərdir, yox, böyük bərabərdir. Deməli, 5 dəfə çıxdığına görə 5k yazdım. Deməli, 20 plus 5k böyük bərabərdir 41-ə. 5k böyük bərabərdir. Deməli, 21-ə. İndi 21 də 5-ə bölsək, deməli, 4 tamsa neçə düşər? K da böyük bərabərdir. Onda 4 tam, məsələn, 5. Tam ədəd düşür də. Kəsrli ədəd düşür. Deməli, 21-i 5-ə bölsəm, 4 tamında 2 düşür, 5 yox.
4,2 düşür. O zaman k da bərabər nəyə? 5-ə. Və dövrlərimizin ümumi sayını istədiyinə görə 5 üzərinə gəlinsin 7, buradan da alıram 12. 94-cü sualımızın cavabı deməli 12-yə bərabər olmuş olur. Gələk 95-ci sualımıza. 95-ci sualımızda bizdə y-nin qiymətini istəyir. Olsun 7 sualımızda bizdən y-nin qiymətini istəyir. Deməli, deyir ki, ardıcıl olaraq 37 və 98 ədədləri daxil edilmişdir. Deməli, o zaman A bərabərdir 37, B də bərabərdir 98-ə. Deməli, A-nın qiyməti 98, A-nın qiyməti 37, B-nin qiyməti isə 98-dir. 37 98-dən böyükdür, deyirəm, yox. O zaman C bərabərdir B-nin qiyməti. Deməli, 98-i bölərəm 3-ə. 98-i bölərəm 3-ə, buradan tam ədəd 32-dir. Biz kəsirli ədəd yazmırıq. Yəni, burada da qeyd olunduğu kimi bu faiz işarəsi bizə qalığı verir. Məsələn, 15-i bölərəm, tutaq ki, 2-yə. Burada qalıq nədir? Mənə 1 verir. 15-i bölərəm tam ədədlə 2-yə. Burada da verir mənə 7. Yəni, qalığı götürmürük. 2 slash işarəsi bizə tam ədədi göstərir. Yəni, tam ədədi çıxarmamızı istəyir. Bu zaman deməli 32 bərabər olmuş oldu. D də bərabərdir A-nı. Yəni 37-ni vuraram 2-yə. 37-ni vuraram 2-yə. Buradan da alaram deməli 74. Deməli Y bərabərdir C plus D. Yəni 74-ün üzərinə gələrəm 32-ni. 74-ün üzərinə gələrəm 32-ni. Deməli 106. İndi deyək, Y bərabərdir. Y-nin A-ya bölünməsindən alınan qalıq. A bərabərdir 38, Y də bərabərdir 106-ya. 106-nın 32-yə bölünməsindən alınan, deməli, 32-nin 106-nın 32-yə bölünməsindən alınan qalığı istəyir bizdə. Biz 106-nı 32-yə vursaq, bölsək, tam hissə 3-ə bərabər olur. Və deməli, o zaman deməli 6 buradan, 4 buradan. Deməli, qalığımız 10-a bərabər olmuş olur. Çünki 106-nı 32-yə böləndə tam hissəmiz 3-ə bərabər olur. 3-ü də 32-yə vursam 96 edir. 96, 4 buradan, 6 da buradan. Qalığımız bərabər olmuş olur. Deməli, 95-də qalığımız bərabər olur. Harada səhv elədik? Bir dəqiqə. Dəqiqə. Deməli, 10 eləmir cavab. Bir dəqiqə, baxaq təzdən. Yenidən baxaq sualımıza. Deməli, biraz açıq yerdən yazaq. Deməli, A bərabərdir 37, 37, B də bərabərdir 98-ə. A-mız B-dən böyükdür, deyirəm, yox. Deyir, o zaman C bərabərdir. B-nin 3-ə bölünməsindən alınan tam hissə. Yəni, 98-in 3-ə bölünməsindən alınan tam hissə 32-yə bərabərdir. Çünki bizə tam hissə istəyir. 32. D də bərabərdir. A-nı vururuq 2-yə. Yəni, 37-ni vururuq 2-yə. 37-ni 2-yə vursam, buradan alıram 76. 76-ya bərabər olur. İndi burada cəmləməyimizi istəyir bizə. Yəni 76 ilə bu deyil, bura gəlirik. 76-nın üzərinə gəlirəm 32. Buradan alıram 106. 106-nı A-ya bölsək, cavab nə olar? Deməli, 106-nı A-ya bölərək qalığı tapmamız istəyir bizdən. 106.
Çünkü y'ni istəyir bizdən. Bax, y'nin a'ya bölünməsinin. A'nın qiyməti nədir? Bizdə a'nın qiyməti dəyişmədi. 37 olaraq qaldı. Deməli, 106-nı bölsəm 37-yə, yox, mən 32-yə bölmüşəm də, bayaq. Bayaq 32-yə bölmüşəm. Deməli, bayaq 32-yə böldüyümə görə elə səhv aldım. Deməli, 106-nı bölürəm 37-yə. 37 yazmışam, 32 hesaplamışam. Nəsə belə qarışıq oldu. 106-nı 37-yə bölsəm, tam hissə deməli 2 olar. Tam hissə 2 olar. Deməli, 2 dəfə 37-ni, yəni 2-ni vursam, 37-ni vuraram 2-yə. Buradan 14 alaram. Buradan da alaram 74. Deməli, 106-dan da 74-ünü çıxaram. Alaram qalıq hissə 32. Bəli, düzgün cavab 32 olmuş olur. Deməli, 95-ci sualımızın cavabı 32. Burada 32, nəzərimdə 32 tutmuşam əslində. Yəni 32 də A-nın cavabı. 32-yə bölmək əvəzinə nəzərimdə, yəni fikrimdə 32-yə bölüb cavabı 3 almışam. Tam hissəni 3 almışam. Ona görə qalığımız 10 etmişdir bayaq. Düzgün cavab əslində 32-dir. Bugünlük bu qədər. Növbəti dərslərimizdə inşallah yenidən izah paylaşılacaq. Bugün 95-ci suala qədər izah olundu. Bundan sonra artıq 95-dən axıra qədər sualların izahı paylaşılacaq. Daha sonra isə inşallah proqramlaşdırma dilinə başlayacaq.